Salam, hörmətli kanal izləyicilərimiz. Bu Nəsibən Masazır qəsəbəsində 6 torpaq sahəsi üzərində inşa olunmuş, şəxsi tikili, 2 ailəyə yararlı, 2 dənə 2 mərtəbə evlə mən tanış edirəm. Biri sağdadır, biri soldadır. Soldakı remontsuzdur. Qiymət çox sərfəli bir qiymətdir, onu xatırlamırsa. Buradan gördüyümüz giriş darvasıdır, bax. Giriş darvası. Yerləşmə yeri çox gözəl bir yerdədir. Masazırın girişində yağlama küçəsində yerləşir hörmətli kanal evimiz. Burada da görürük kəmərlər kimi hamısı atılıb hazır vəziyyətdə. Bax, buradan da məhsul görürsünüz. Evin arxasından keçidi var. Buradan evimizin sanitar qoşulur birinci mərtəbəsi. Qaz, su, işıq, mərkəz qanun sula qaydasında bax, gör, həyətyan sahəsi düzdür. Biraz baxımsız yaşayış yoxdur, ona görə hörmətli kanal izləyicilərimiz. Amma mümkün də burada torpağın sotu, yəni minimum 30 min manat civarındadır torpağın sotu. Elə alt torpağımız xeylan pul edir. Amma bu cür evimiz 185 min manata təzir olasıdır. Birinci növbədə mən sağdakı evimizdən mən tanışdım. Bax, belə bir gözəl bir görünüşü var. Əslində girişi sol tərəfdəndir. Qapı kilitli olduğuna görə mən oradan açıb sizə göstərə bilmirəm. Buradan qaraj hissəsini mən sizə göstərəcəm. Bura qaraj hissəsidir. Və burada yəni əlavə olaraq burada bir dənə qonaq otağı bax burada yerləşir. Yuxarı mərtəbədə 4 dənə otağımız var hörmətli kanal izləyicilərimiz. Bura isə oturdursundur. Burada sanitar qoşağı, sağda mətbəxi, hamısını mən sizə göstərdim. Bax, belə görünüşdədir. Düzdür, remonta istərsiniz əl gədirmək lazımdır, onu xatırladım sizə. İndi isə mən buranın ikinci mərtəbəsindən sizə tanış edim. İnşallah evi olmayan insanlar Allah Taala belə gözəl evlər qismət etsin. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni saçla çıxmış evlərlə birinci növbədə siz tanış ola biləsiniz. Evimizin sol tərəfdə sanitar qoşağı. Yaşayış olmadığım gibi biraz törtüküntü ola bilər. Burası sağımız yerdə hörmətli kanal izləyicilərimiz. İşığı da yanmır buranın. Bax, belə kardörsün və buradan girdik evimizin qonaq otağına ikinci mərtəbə aid olan. Burada 1, 2, 3 dənə otaqdır. Və burada, bu baxımını görün, özümdə çaşbaş qaldım. Bura mətbəximizdir hörmətli kanal izləyicilərimiz. Yuxarıda 3 dənə yataq otağı və mətbəx. Burada bir yataq otağıdır. Evimiz qismən əşya satır, onu da xatırladım sizə. Belə bir gözəl bir qonaq otağı burada mövcuddur. Və burada sol tərəfdə yenə bir yataq otağımızdır. Qiymət bir də xatıram 185 min manata deyilir. Sözsüz ki, real alıcıların yenə də endirim olacaq hörmətli kanal izləyicilərimiz. Və buradan balkonuna çıxışı var, onu da görsədim. Belə balkonuna çıxışı var hörmətli kanal izləyicilərimiz. Həyətyan sahəsi formudur. Bu evdə ikisi bir yerdə 6 torpaq sahəsi üzərində satılır 185 min manat hörmətli kanal izləyicilərimiz. İndi isə o təmir sistemimizlə də mən tanış edim. Amma evimiz həqiqətən də möhkəm tikili evdir. Bax, bu evimizlə mən tanış edim. Düzdür, tikilib, kəməri.